Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci Allah Teala'ya çoklu şükürler olsun. Bize böyle nimetler verip. Ve elhamdülillah bizi Müslümanlardan değil. Ve bilirsiniz ki ihlaslı olmak her bir şeyde faydalıdır. Ve yani tekçe ibadetlerde yok. İbadetler hamısı Kur'an ve sünneye muvafık olmalıdır birinci. Və həm də insanın içində ixlaslı olmalıdır, qəlbində ixlaslı olmalıdır, xalis olmalıdır Allah üçün. Əgərləri hər hansı bir əməldə xalislik olmazsa, o əməl səndən qəbul olmaz. Və ona görə də ixlas ən böyük əməlin qəbul olması üçün böyük əməllərdən birisidir. Və ən çətindir. Əmələ etmək hasaddır, ancaq ixlası qoruyub saxlamaq çətindir. Ondan çətindir. Və sələflərdən birisindən soruşanda ixlas haqqında Mətə yəkunul abdu muxlisan fəqalə İzə sara xulquhu kə xulqis ər-radi'i la yubali mən mədəhəhu əv zəmməhu. Soruşdular ki, insan, yəni Allahın qulu nə vaxt ixlaslı olur? Deyir, o vaxt o ixlaslı olur ki, onun əxlaqı, yəni onun xasiyyəti körpə uşağın, südəmər uşağın xasiyyəti kimi olsun. O uşaq bilmir ki, onu kim tərifləyir, kim pisləyir, o başa düşmür. Bilmir. Yəni, sən də odur olmalı. Hər kim tərifləsə də təsir eləməməlidir. Sələflər ən çox tərifləyəndə qorxardılar. Və tərifləyən adama pis baxardılar. İxlas qədər, əməli zay olar, niyyəti zay olar, hər bir şeydə. Və nədir? Yəni, körpə uşaq bilmir axı. Yəni, onu sən pis sözlər də düşün, onu bilmir. Yəni, görürsən nə qədər ixlasın güclü olmalıdır ki, o sənə təsir etməməlidir. Və onu da qazanmaq lazımdır, çalışmaq lazımdır. Yəni, elə belə gəlmir qəlbə. Onun üçün çalışmalısın. Gör, insanın qəlbi nə qədər böyük olmalıdır, geniş olmalıdır. Bunlardan hamısından səbir etməlidir, dözməlidir. Və məsələn, bizim ən birinci nümunəmiz Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdir. Resulullah sallallahu aleyhi və səlləmin həyatına baxsan, görərsən necədir? Siz elə bilirsiniz, onun dəvəti asan da olur, olmuyor. Görürsən, orada gəlib Resulullah sallallahu aleyhi ve səlləmi dedi, ədalətli olun. Və yaxud da getdi dəvət edilməyə daşqalaq elədilər. Amma o onlara qarşı kim də bəsləmədi. Yəni, o qəlbi nə cür yetişdirmişdir. Yəni, Allah Teala da ona görə deyir ki, buyurur Quranda ki, Allah risaləsin hardan seçməyi daha yaxşı bilir. Və bugünlər bəzən görürsən ki, bəziləri millət söhbəti aparır, ərəblərindir, ərəbin deyil. Sadəcə ərəblərdən seçdi. Bütün hamı da Allaha məxsusur. İstəyir ərəb olsun, istəyir əcəm olsun. Və nədir? İxlaslı olmaq üçün, yəni qəlbin təmiz olması üçün, bütün əməllərin Allah üçün olması üçün insan çalışmalıdır həm də. Və həm də sən ixlaslı olanda, sən hansısa bir əməli etsən və orada sənə mükafat verilməyəndə sən narahat olmursan. Çünki sən mükafatını Allahdan gözləyirsən. Və yaxud da sənə nəsə bir şey olsa, sən ondan narahat olmursan. Və yaxud da kiməsə yaxşılıq eləmişsən, məsələn, və min yaxşılığın dəyərini vermir, qədrini bilmədi. Sən onu nəsə ondan maraq üçün, güdmək üçün etmişsənsə, onda nədir? Sən pis təsir edəcək. Amma sən onu Allah üçün təsir etmişsənsə, sən heç bir şey təsir eləməyəcək. Əl-mühüm, yəni, indi bu haqda bilirsiniz də, ixlas haqqında, yəni, bütün əməllər qəlbində niyyətə bağlıdır. Yəni, gerək niyyətində insan saf olsun və xüsusən də ibadətlərdə, yəni, riya girərsə, sən ibadətlərinin nədir? Zay olar. Ona görə bütün əməllər hamısı xalis olmalıdır. Və bu xalislik insanı, yəni ən birinci xalislik Allahlandır. Həmişə. Əxlaqdır birinci Allahın qarşısında həmişə özünü hiss eləməlisən. Qorxudur birinci Allahın qarşısında. Dürüstlüydür birinci Allahın qarşısında. Ki, birinci sən ona cavab verəcəksən. Hər şeyi görən bilən odur. Ən birinci. Və ona görə, yəni ondan sonra insan saf olursa, görürsən ki, dostluğunda da saf olur, yoldaşlığında da saf olur, işində, gücündə də saf olur, ailəsində də saf olur, düz olur. Amma bu olmayanda, yəni əgər Allahla bu arasındakı ixlas yoxdursa,
başqa şeylərdə ona nə ixlas axtaracaqsın, nə dürüstlük axtaracaqsın. Bax, ona görə də ümumiyyətlə bizim bu gözəl dinimizi görürsən nə cür bəşərləyirlər. Yəni, zahirən, görürsən, bugün müsəlmanların halı yəni, çox çətindir, vəziyyət. Allah islah eləsin, Allah bizi müxlis qullarına etsin, ixlaslı qullarına etsin, xalis qullarına etsin. Allah bizə rəhm eləsin, Allah bizim ölkəmizi qorusun, əmin-aman içərisində etsin. Allah düşmənlərimizi məhv eləsin, öz fitnələrini öz vaxtlarında çatlatsın. Allah bütün müsəlman ölkələrinə kömək olsun, müsəlmanlara kömək olsun. Allah əsgərlərimizə kömək olsun, qorusun. Allah hərbiçilərimizi qorusun. Allah ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah ölkə başçımızı qorusun, xeyir üzərində etsin, haqqın carçısı etsin. Allah Teala bizi bağışlasın, Allah bizə rəhm eləsin. Allah ruzimizi bol bərəkətli, halal, rahat etsin. Və Allah Teala bizi xəstəliklərdən qorusun. Subhanakallahumma bihamdik, nəşhədən la ilahə illə entə nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun.